Salam, hər vaxtı xeyir olsun bizi izləyən bütün izləyicilərin. Yenə də MAQ öz vaxtında, öz məkanında efirdədir. Bugün sizi yenə də maraqlı gənclərlə tanış edəcəm. Amma ilk olaraq istəyərdim ki, bir rubrika izləyək. Bu rubrikada MAQ Jalə öz bacarıqlarını nümayiş etdirəcək və bizə öyrədəcək nəyisə düzəltməyi, hazırlamağı və qeyd edeyim ki, bacarmaq rubrikası artıq yeni formatda təqdim olunacaq. Bu dəfə Jalə öz əlləri ilə hazırlayacaq. Baxa görə o nələr edir. Salam MAQlar, bacarmaq rubrikası efirdədir. Bugünə qədər sizə başqalarının hazırladığı əl işlərini göstərirdik. Bugündən etibarən isə öz əllərimlə sizə əşyalar hazırlayacağam. Bugün isə rəngli dəftər hazırlayacağıq. Bunun üçün bizə A4 formatında olan vərəqlər lazımdır. Əgər siz də dəftərinizin rəngli olmağını istəyirsinizsə, onda rəngli vərəqlərdən də istifadə edə bilərsiniz. Əvvəlcə A4 formatında olan vərəqləri qatlayırıq. Daha sonra qatladığımız vərəqləri 5-5 iç-içə qoyub bərkidirik. Vərəqlər eyni ölçüdə olsun deyə dəftər sancağı vasitəsilə vərəqləri bir-birinə bərkidirik. Vərəqləri bir-birinə stepler vasitəsilə tikirik. I don't feel like doing anything. I just wanna lay in my bed. İndi isə tikdiyimiz vərəqləri yapışqanlı lent vasitəsilə bir-birinə birləşdirdik. Dəftərimizin iç vərəqləri hazırdır. Dəftərin üz qabığını hazırlamaq üçün bizə lazımdır. Kardonu vərəqlərin ölçüsündən 1 cm artıq kəsirik. İndi isə kağız bıçağı vasitəsilə bu ölçüdə 2 kardon kəsirik. Bərkidilmiş kənarların ölçüsünə uyğun kardon kəsirik. Zövqünüzə uyğun üz qabığı üçün seçdiyiniz vərəqi kardona yapışdırırsınız. Dəftər rahatlıqla qatlana bilsin deyə kardonlar arasında məsafə saxlayırıq. Üz qabığını kardondan 1 cm artıq kəsirik. Üz qabığının kənarlarını üçgün şəkildə kəsirik. Artıq qalan hissəni isə kardonun üzərinə yapışdırırıq. Üz qabığımız hazırdır. İndi isə silikon vasitəsilə iç vərəqlərini üz qabığına yapışdırırıq. Və bitdi, dəftərimiz hazırdır. Dostum, sən də Facebook səhifəmizdən özün haqqında məlumat verməklə növbəti qonağım ola bilərsən. Odur ki, tələs və elə indicə özün haqqında yaz. Əgər özünü maraqlı hesab edirsənsə, təbii ki, mənim növbəti qonağım kimi qarşılayaq. Tural Aşırlı, buyur Tural. Tural, xoş gəlmişsən, necəsən? Sağ olun, siz necəsiniz? Mən də yaxşıyam, Tural. İstəyərdim ki, sən biraz özün haqqında bizə məlumat verəsən, təhsilin, işin və s. Sonra isə söhbətimizi davam etdirərik. 2006-cı ildə Qazax rayonunda orta məktəbi bitirmişəm və Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyatına qəbul olmuşam. Və artıq tətbiqi riyaziyyat fakültəsini bitirəndən sonra, bir il hərbi xidmətdən sonra magistr təhsil almaq üçün İqtisad Universitetini seçmişəm, informatika təhsili üçün. Və artıq informatikada oxuduqdan sonra artıq belə deyək ki, təhsillə bağlı həyatımı qurmağa çalışmışam və çalışıram da.
Qısacası belə bir söz deyim. İlk dəfə olaraq təhsil heç müəllim kimi fəaliyyət göstərmək heç ağlımda da yox idi. Yəni bu fikri mənim beynimə gətirən, bəlkə inadım oldu, bəlkə də sağ olsun İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev oldu. Rasim müəllimin yanında qəbulunda olduqda əslində belə deyək, əsgərlikdən təzə gəlmişəm, hamı kimi iş axtarıram. Bəli. Və məndən soruşdu, haranı bitirmisən? Bakı dövləti. Magistr təhsilin varmı? Xeyr. İngilis dilini bilirsənmi? Xeyr. Proqramlaşdırma? Xeyr. Və güləriz olaraq da belə dedi, bəs nə üçün gəlmisən? Və artıq oradan sonra inatla bir il vaxt istədim ki, yəni bunların hamısını sizə məmnuniyyətinə gətirəcəm. Özünü təkmilləşdirmək və bütün bu tələblərə cavab vermək üçün. Yəni, həmin ildən, cari ilindən başladım həm təhsil almağa, həm də tədris etməyə informatika fənnini və belə deyək ki, yavaş-yavaş da, yəni ki, həm informatika müəllimi kimi artıq 6 ildir fəaliyyətimdə davam edirəm də. Yəni, ondan sonra da artıq magistr təhsilini fərqlənməklə bitirdikdən sonra, yəni artıq növbəti doktorantura, Bəli, öz üzərində çalışdın və məqsədlərinə nail oldun. Təbii ki. Artıq həm yəni savadını artırdın, həm dünya görüşünü artırdın və istənilən yerdə artıq tələblərə cavab verməyə başladın. Bəli, təbii ki, və şübhəsiz rahat ki. bir yolla da özünü yəni uyğun olan bir işi tapa bildin. Təbii Həmçində hazırda mən bildiyimə görə Aerokosmik İnstitutunda doktorantsan. Doktorat həmçində böyük, belə deyək ki, Aha. ikinci kursundayım. Həmçində artıq bu yaxınlarda böyük elmi iqtisadi da verildi. Bəli, həqiqətən yəni çox maraqlı bir məqama toxundun sən ki, yəni dostların ətrafını soruşur ki, sənin nəyinə lazımdır bu qədər təhsil almaq? Əslində elə belə deməyiblər ki, beşikdən qəbr ediləcən elm öyrənmək lazımdır. Yəni hər gün öyrəndiyin bir elm sənin yəni gələcəyin üçün etdiyin bir yatırımdır. Ona görə də dostlar, gəncliyinizin qədrini bilin və bu zaman müddətində elm öyrənməyə tələsin. Nə qədər çox öyrənsəz, o qədər sizin xeyrinizə olacaq. Necə ki, Tural öyrənməyə çalışır. Nə qədər də olsa, o işləsə də o yenə də hələ də öz təhsilini artırmağa çalışır və doktorantura təhsili al-hazırda. Bəs başqa nə işlər görürsən? Belə deyək, həm hazırlıq, həm proqramların yazılması və artıq öz ətrafımızla da bir layihə, yeni bir layihə ortaya sürdük ki, bu gənclərə elmi yəni aşılamaq. Və bunun üçün ilk olaraq tam belə deyək ki, qeydiyyatı pulsuz olan bir sayt yaratdıq. Burada elektron məlumatlar qoyduq və artıq ki, istənilən şəxs istənilən mövzu üzrə elektron vəsaitləri oradan əldə edə bilər. Necə adlanır sayt? learn.info.az. Yəni tək bu adının informatik olduğuna baxmayaraq, yəni burada istər ki, deyək dövlət qulluğuna hazırlıq, yəni hər bir kateqoriyalara hazırlıq üzrə məlumatları yerləşdirmişik. Burada bir səbəb var. Səbəb bundan ibarətdir ki, maliyyə. İstənilən şəxs gedib kitabı ala bilmir. Yəni ki, buna gücü çatmır. Və biz buna uyğun olaraq təbii tam formal olaraq, yəni heç bir hüquqa girmədən, yəni öz vəsaitlərimizi elektron şəkildə həmin sayta yerləşdirmişik. Bəli, Tural, səninlə söhbətimə davam edəcəm, amma mən istəyərdim ki, bizim gənclərimiz yeni məlumatlar öyrənsinlər. Bəli. Bu məlumatları isə bizə MAQ Etibar verəcək. Təbii ki, bilirsinizmi rubrikasından izləyək. Salam maqlar, bir-birindən maraqlı məlumatlarla yenə də qarşınızdayım. Gəldim ki, sizə bilirsinizmi və yenə də bilirsinizmi deyim. Bilirsinizmi, Eyfel qülləsi hər 7 ildən bir 6 ton boya ilə rənglənir. C'est tous les mêmes, il n'y a que Clétumos qui est éternel. Tous les mêmes, tous les mêmes, il n'y a que Clétumos. Maqlar, bilirsinizmi, 15 dəqiqə ərzində hərəkət etməsəniz, yuxuya gedə bilərsiniz. Bilirsinizmi, Nil timsahı bir il qidasız və susuz sağ qala bilər. Beethoven musiqi bəstələməzdən əvvəl başını soyuq suya salardı. Bugün hava soyuqdur, deməli su da soyuqdur. Amma mən bəstəkar deyiləm. Bilirsinizmi, gülüş yaddaş tutumunu artırır. Elə
Elə buna görə də gülüş üzünüzdən heç bir zaman əksik olmasın. Əksik olmasın ki, yaddaşınız daha güclü olsun və mənim dediyim məlumatlar yadınızda qalsın. Yadınızda qalsın ki, biləsiz, bilməyənlərə bildirəsiz. Bilmədiklərinizi bilmək üçünsə mənim təqdimatımda Bilirsinizmi rubrikasını izləyəsiniz. Hələlik maqlar. Maqın ən favorit rubrikalarından birini izlədik və mən Turalla söhbətimə davam etmək istəyirəm. Tural, maraqlıdır, başladın öz üzərində işləməyə, inkişaf etdirməyə və lazımlı səviyyəyə gəlib çatırsan artıq. Bəs boş vaxtlarını nə ilə dəyərləndirsən? Yəni, başqa məşğul olduğun hər hansı bir sahə varmı? İdman mı deyim və yaxud da başqa bir sahə? Belə deyək, yəni idman deyə bilmərəm, yəni şəkillərdən göründüyü kimi. Amma boş vaxtlarımda kitab oxuyaram, yəni təbii ki. Amma arada boş vaxtlarım olduqda da futbola yəni, gedərəm. Çünki universitet dövründə həmçinin futbol oynamışam, yəni 6 il müddətində. Amma elmə təhsilə gələndə çünki bir iş üzrə beynimə, fikrimi cəmləndiribsə, yəni həmin işi gecə-gündüz də olsun davam etməyə. Bax, təhsil sahəsində artıq uğurların var müəyyən qədər. Bəs ilk başladığın zaman ki, yəni qarşına məqsəd qoydun ki, yox, mən artıq inkişaf eləməliyəm həqiqətən də. Çünki söylədiyin kimi işə getmişdin və onların tələblərini qarşılamırdın. Bax, o qərar verdiyin andan etibarən addımlamağa başlayanda sənin üçün çətin gələn anlar hansıları idi? Təbii ki, mənim üçün çətin gələn anlar ilk aylar idi. Yəni ki, nə edəcəyimi bilmirdim. Amma bir dənə o qürur məsələsi deyək ki, yəni mən beynimdə bir şey, hardan necə başlayayım? Bunda da mənə kömək olan təbii ki, həm qrup yoldaşım oldu. Və qrup yoldaşım dedi ki, gəl magistraturaya hazırlaş. Və ilk ayında, yəni ki, hazırlaşa, heç xəbərim olmadan ixtiyari indi ad çəkməyəcəm bir kursa dedi ki, müəllim kimi işləmək istəyən var. Və məni yazdırdı həmin kursa. Yəni oxuya-oxuya həm də kursa başladın. Yəni ki, müəllimliyə başladım. Amma təbii ki, bu mənim üçün çox çətin idi. Və həmin ili, yəni belə deyək ki, biraz qəribə də olsa da, yəni ki, özüm 23 yaza, tələbəm 24 yazmışdı. Bu mənə, yəni bir yandan dedilər ki, tərifdir, bir yandan dedilər nə, amma həqiqətən də o gündən sonra, yəni mən belə deyək ki, fikirlərim tamamilə dəyişmişdi. Çünki mən magistri, istər proqramlaşdırmanı bir şeyə görə öyrənirdim ki, kimlərinsə qabağına çıxam ki, artıq mən bunu söz verdiyim kimi öyrənmişəm. Amma artıq həmin ildən sonra təbii ki, müəllimlik sənətinin nə olduğunu, öyrətməyin nə olduğunu, yəni belə deyək ki, mənimsəyəndən sonra daha da mənim üçün xoş oldu ki... Hazırda hədəflərin nədir? Yəni, hansı hədəfin var ki, məhz ona çatmaq istəyirsən? Mənim hal-hazırdakı hədəfim universitet, təbii ki, universitetdə müəllim kimi olmaq, daha da cəmiyyəti, yəni belə deyək ki, maarifləndirmək. Bəli, təşəkkür edirəm Tural gəldiyinə görə, səni tanımaq xoş oldu, çox sağ ol. Minnətdaram. Vətənpərvərlik qayda-qanuna riayət etməkdir. Vətənpərvərlik işinə, peşənə məsuliyyətlə yanaşmaqdır. Vətənpərvərlik vətəni sevmək, onun uğrunda bir an belə düşünmədən canını fəda etməyə hazır olmaqdır. Gəlin Milli Qəhrəmanlar rubrikasını izləyək və növbəti qəhrəmanımızı daha yaxından tanıyaq. Əsl vətəndaş cəmiyyətdəki mövqeyindən, gördüyü işdən asılı olmayaraq canını vətən uğrunda sipər etməyə hazır olandır. Axı torpağı vətən məhfumuna çevirən, onun uğrunda aparılan mübarizələr, tökülən qanlardır. Bu səbəbdən də hər kəs hər an vətənin çağırışına hay verməyə hazır olmalıdır. Məmmədov İbrahim İsmayıloğlu 20 dekabr 1958-ci ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini də burada alıb. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının 1-ci dərəcəli tuşlayıcı operator ixtisasına yiyələnib. Ordudan təxris olunduqdan sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Azərbaycana qarşı edilən haqsızlıqlar onu bir vətəndaş kimi daim narahat edirdi. 20 yanvar Xocalı faciələrinin törədilməsi İbrahimi çox sarsıdır. Ona görə də könüllü fəaliyyət göstərən batalyonlardan birinə qoşularaq döyüş atılır. 1993-cü ildə isə Milli Orduda bölük komandiri kimi fəaliyyətini davam etdirir. Bölüyü ilə Kəlbəcərdə bir çox strateji əhəmiyyətli əməliyyatlar həyata keçirir. Belə əməliyyatların birində düşmən 15 nəfərə yaxın itki verir. Kəlbəcərdəki yüksəkliklərdən biri uğrunda gedən növbəti döyüşdə yenə düşmən xeyli sayda əskərini itirmiş, 3 tankı sıradan çıxmışdı. Artıq onların ən vacib hədəfi cəsur komandiri idi. Son anda snayper gülləsi İbrahim Məmmədovu yaxalaya bildi. O, həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıloğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib.
Maqlar, diqqətiniz bizdə olsun, çünki sizi daha bir maraqlı gəncə tanış eləyəcəm. O çox maraqlı bir layihə həyata keçirilib. Belə ki, bizim dahi şəxsiyyətlərimizin portretlərindən əlfəcinlər hazırlayıb. Gəlin onu qarşılayaq və onu yaxından tanıyaq. Rəsul, xoş gəlmişsən, buyur. Rəsul, xoş gəlmişsən studiyamıza, necəsən? Xoş gününüz olsun, əlavəsiz necəsiniz? Mən də yaxşıyam. Çox maraqlı bir layihə həyata keçirmişsən. Bizim tarixi şəxsiyyətlərimizin portretlərini əlfəcinlər üzərinə həkk eləmişsən. Bu ideya hardan yarandı? İstərdim ki, bu layihə haqqında danışasan, sonra səni daha yaxından tanıyarıq. Əlfəcinlər layihəsi ondan yarandı ki, mən artıq 3 ilə yaxındır ki, portretlər çəkirəm, daha şəxsiyyətlərin portretlərini. Bu əlfəcinlər ideyası da oradan yarandı ki, bunları daha da təbliğ eləmək üçün kitab oxucularına xüsusilə tanıdmaq üçün, həm də bunlar ədəbiyyata aid şəxsləri yerləşdirmişəm 5 ədəd əlfəcindir. Ümumilikdə 16 ədəd daha şəxsiyyətin, belə deyək, Azərbaycanın tarixində yer almış şəxsiyyətlərin portretlərini çəkmişəm. Keçən ildə bununla bağlı bir sərgi baş tutdu, Düha adlı sərgi baş tutdu. Orada həmin portretləri nümayiş etdirmişdim. Hal-hazırda da indi həmin silsilə, portretlər silsiləsi davam edir. Mən icazənlə götürmək istərdim o portretləri, əlfəcinləri daha doğrusu, biraz baxardım mən də. Ümumiyyətlə, nə üzərində çəkmirsən bunları? Yəni, çox təbii görünür çünki, yəni, diqqət çəkəndir. Bunlar hamısı rəqəmsal işlərdir, yəni ki, Photoshopda çəkilir. Ona görə ənənəvi rəsm üsullarından biraz fərqli olaraq, mən bunu fotoillüstrasiya adlandırmışam. Çünki burada həm fotodan istifadə olunub, həm də illüstrasiya var. Super. Bəs bir portreti məsələn hazırlamaq üçün nə qədər vaxt tələb olunur? Ən azı 15-20 gün gedir, ən çox da 1 aya qədər çəkir. Çünki onun o fotorealistikdir gördüyünüz kimi. Superdir, həqiqətən də. Bütün cizgilər, hər şey. Çox vaxt tələb olunur. Çox maraqlıdır. Bəs səndən heç bu portretləri istəyənlər olurmu? Yəni ayrıca əlfəcinsiz. Çünki məsələn maraqlı olar da ədəbiyyat kitabları üçün və s. hazır və gözəl, dəqiq işlənmiş portretlərdir. Məhz kitablar üçün yox, amma belə ayrıcı olaraq portretlər istəyən olur. Hətta birini Hüseyn Cavidin portretini ev muzeyinə bağışlamışam, oradan istəmişdilər. Birini də hələ Gəncəyə gəlib çıxa bilməmişəm, orada Məsəti Gəncəvi adına muzey açılıb, oradan istəyiblər. Həmin portretlə indi ora aparıb bağışlayacaq. Maraqlıdır. Ümumiyyətlə, bəs bu əlfəcinləri, məsələn, izləyicilərimiz arasında kitab oxucuları ola bilər, əldə etmək istəyənlər ola bilər. Necə əldə etmək olar? Bunlar hamısı mən sözün açığı Facebookda dostlarım üçün təmənnasız olaraq paylaşmışdım. Kim istəyirsə hədiyyə olaraq verə bilərəm. Bunlar satışda yoxdur. Amma kitab mağazalarına yəni təqdim eləsə məncə bəyənilərdir. Çox bəyənir, yəni haqqında çox danışdıq, xəbərlərdə yazdılar, elədilər. Düşünmürsən belə bir şey? Sadəcə satışını düşünmürəm. Yəni ki, sırf hədiyyə olaraq düşünülür deyə. Bəlkə gələcəyinin satışı da ola bilər. Portretlərin sayı artandan sonra. İndi isə mən az öncə söyləmişdim ki, səni daha yaxından tanıyacağıq. İstər ki, biraz özün haqqında məlumat verəsən, təhsilin və s. nə çalışırsan? Mən hardasa 2004-cü ildən başlamışam qrafik dizayn sahəsinə maraq göstərməyə. Bu sahəni özümə yaxın bilirəm. 2009-cu ildə İqtisad Universitetinin Texnologiya və Dizayn Fakültəsinə daxil olmuşam. 2013-də bitirmişəm. Bitirmişsən və hazırda çalışırsan yəqin ki, dizayner kimi. Artıq 2009-cu ildən də bu peşəkar olaraq reklam şirkətlərində qrafik dizayn sahəsində çalışıram. Bundan əlavə illüstrasiyalar da çəkirəm, animasiyalar. Hazırda sənin artıq işlərin izləyicilər tərəfindən izlənilir. Biz göstəririk onları. Müxtəlif eksperimentlər aparıram, xoşum gəlir dizayn sahəsindəki eksperimentlərdən. Bəs ümumiyyətlə bu sahədə özünü inkişaf etdirmək üçün nələr etmək lazımdır, yəni bir dizayner kimi? Dizayner sənəti mənə görə sırf təcrübədir. Gərək dayanmadan çalışasan, öz üzərində işləyəsən, dünyadakı o trendləri izləyəsən, dizayn trendləri oxuyasan ən çoxu. Mənə görə sırf işləmək, təcrübə toplamaq, yəni dizayn sənətinin mənası budur. Çox sakit və səbirli bir insana oxşayırsan. Beləsən həqiqətən də, yoxsa? Beləyəm. O zaman mənə maraqlıdır ki, məsələn, sənin kimi bir şəxs boş vaxtını necə dəyərləndirir? Boş vaxt demək olar ki, olmur. Günün çoxunu işə ayırıram. Boş vaxtlarda çalışıram, məsələn, maraqlı məlumat özümə cəlb edeyim ki,
onlara da hər hansı bir ideyalara sərf edib yeni bir şeylər ortaya çıxardım. Rəsul, istərdim ki, dizayner kimi gələcəyi ilə bağlı olan hədəflərin haqqında danışaq. Hansı hədəflərin var? Nələri dəyişmək istəyirsən? Nələri gətirmək istəyirsən yenilik kimi? Dizayner olaraq hədəflərim böyükdür, ideyalarım çoxdur həyat keçirmək. Ümumiyyətlə, son vaxtlar çalışıram Azərbaycanla bağlı, Azərbaycanın ənənəvi sənəti ilə bağlı, naxışları ilə bağlı, ornamentlərlə bağlı onları birləşdirib bir şey Avropa deyək, Amerika dizayn sahələri, müasir sahələrlə birləşdirib nəsə ortaya maraqlı ideyalar çıxarmaqdır. Bəs, məsələn, onları hazırlayıb necə təqdim edəcəksən ki, dünya bunlardan xəbərdar olsun? O, biraz artıq məncə, mənə görə dizaynin tərəfinə düşür ki, birinci gərək özünü tanıdasan. Özünü tanıdasan ki, sonra artıq sənin işlərində tanınsın. Yəni ki, onda özünü necə tanıda bilərsən? Yəni, hansı üsullardan istifadə edirsən? Sırf ənənə ilə bağlı hal-hazırda özümü tanıdmağı da istəmirəm. Onu saxlayıram hələ sonraki mərhələyə. İndi əsas istəyim odur ki, sırf dünyada trenddə olan bir şeylərdən istifadə edələ, ideyalardan istifadə edələ, elə bir şeylərlə ortaya çıxım. Yəni, Azərbaycanda qalmağı, necə deyim, Azərbaycanı əhatə edib tanımaq düşünmürəm. İstəyirəm ki, daha böyük. Yəni, hədəflərin böyükdür, dünya sahəsinə çıxmaq istəyirsən və istəyirsən ki, hər yerdə də artıq Azərbaycanı təbliğ etmək, ölkəmizi təbliğ edəsən, tanıdasan. Rəsul, təşəkkür edirəm sənə gəldiyinə görə. Həqiqətən də maraqlı layihələrə imza atmaq fikrim var. Hər zaman da dəstək olmağa hazırıq sənə. Odur ki, mən istəyirəm ki, son olaraq xatirə şəkil çəkdirək səninlə. Bugündən xatirə. Maqlar, xəbəriniz var ki, vaxt necə tez gəlib keçdi. Artıq mənim rejissorum işarə edir ki, mən sizinlə sağollaşmalıyam. Hər gün 19:20-də bizi Azərbaycan televiziyasından izləməyi unutmayın. Mən isə gedirəm ki, sizə daha maraqlı veriliş hazırlayıb qarşınıza çıxım. Bugünlük isə bu qədər. Hələlik!